Yəni maksimum sürətlə fayda ola bilər. Konkret mövzular ki var, həmin konkret mövzuların üzərində dayanacaq. Hansı mövzulardır və o mövzuları sizin üçün sadalayıram. Yəni bu mövzuların kara çıxmayacaq. Ancaq bu mövzulardan danışacağıq və bu mövzuları da sıfırdan bir dərs nitəliyində izah eləməyəcək. Dediyim kimi, açar nöqtə nəzərini izah eləyəcəm, nə deyəcəm. Deməli, ardıcıllıqla torpaq tikili avadanlıqlarından danışacağıq. Bundan imtahana həmişə sual düşür. Daha sonrasında investisiya mülkiyyətindən danışacağıq. Dövlət subsidiyalarından danışacağıq. Aktivlərin qiymətdən düşməsindən danışacağıq. Daha sonrasında icarələr, gəlir standartından danışacağıq. İcarə standartından danışacağıq. Ehtiyatlar standartından danışacağıq. Mənfəət vergisi standartından danışacağıq. Daha sonra pul vəsaitlərindən danışacağıq. Konsolidasiyadan danışacağıq. Bir də MHBS üçün xüsusi olaraq maliyyə alətlərindən danışacağıq. Demək, burada bir neçə mövzu ki var, görürsünüz ki 11 dənə 8 dərsə yığışdıracağıq. Buradakı mövzuların əksəriyyətini 2-2 keçəcək əziz yoldaşlar. Məsələn, TTA-nın bir dərs olacaq, bu məcbur. Çünki TTA-nı mən normalda 3 dərsə keçirəm. Normal olaraq 3 dərsə bitirirəm. Bu gün TTA-nı keçəcəyik, məsələn, TTA-nı bitirəcəyik. İnvestisiya ilə dövlət subsidiyasını birləşdirəcəyik. Məsələn, aktivlərin qiymətdən düşməsi ilə gəlirin müəyyən bir hissəsini birləşdirəcəyik. Gəlirin müəyyən hissəsi icarəni birləşdirəcəyik. Ehtiyatları ayrı, mənfəəti ayrı, pulu konsa maliyyə alətləri ayrı keçəcək. Yəni, o strukturu deyəcəm. Yəni, 8 dərsi tam tamamlayacaq inşallah. Bu öz yerində. Yəni, bunların hamısını dediyimiz surətlə və dediyimiz qaydada keçdiyimiz zaman bu artıq bizə şərait yaradacaq ki, biz gedib imtahandan nə edə bilək, uğur əldə edə bilək. İndi paralel bir şeydir. Proses necə olacaq? Mən mövzunu keçəcəm. Məsələn, TTA-nı keçdim. TTA-nı keçəndən sonra sizə sual göndərəcəm. Və deyəcəm ki, ancaq və ancaq bu sualları işləyin gəlin. Ancaq bu sualları işləyin gəlin. Həm sual sayını çox verməyəcəm, həm də çox sıxmayacam. Həm rahat olacaqsınız da, aydındır. Çünki qısa müddət ərzində sizin çox vaxtınız yoxdur. Qısa müddət ərzində çox material yığışdırasınız. Yəni, maksimum dərəcədə bu imtahanı keçmək üçün bir sənədir. Burada əsas niyyət imtahanı keçməkdir. Bir tez baza canım dincəlsin söhbətidir. Hər nə qədər bu yaxşı bir şey olmasa da, bizim indiki vəziyyətdə çoxumuz da bilirik ki, bugünkü gün bu sertifikata ehtiyacımız var və vəziyyəti buna uyğun qurmuşuq. Aydın? Yəni, ona görə də narahat olmayın, nəyi necə eləmək lazımdır, mən sizə tam anladım.